Hörmətli məclis əhli, hörmətli dostlar, qonaqlar, tanışlar, hörmətli Binəli Bayram, bizim gözəl şairimiz, ilhamlı şairimiz, Ulu Borçanlının gözəl oğlu, şair oğlu. Binəli Bayram, məsələ, məqsəd məlumdur. Ömrümüzün, günümüzün barlı, bərəkətli bir payız axşamında çox hörmətli, xəttinin çox istədiyim, dəyərli bir insan, həm gözəl, dəyərli şair, ilhamlı şair, həm də şəxsiyyəti ilə, sənəti ilə formalaşan, bir-biri elə yaxışan, üst-üstə düşən, çox hörmətli Binəli Bayramın 2 dənə şən günündə, həm 60 illik yubileydi, həm də kitab təqdimatı. Mən təbrik edirəm, əziz qardaşım. Sana həmişə sağlam ruh versin, sağlam can versin. Sazımdan sözümdən sizə təbrik edirəm bir daha. Qoy belə yüzlərlə kitabının təqdimatına yetişər. Gələn dəfədə kitabının təqdimatı inşallah Allah millətimizi, dövlətimizi, bayrağımızı uca eləsin. Şəhidlərimizi Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı. Ordumuz var olsun. Və gedək Qarabağımızda görüşlərimiz keçidək. İnşallah. Kəlbəcərimizdə, Ulu Göyçəmizdə, Zəngəzurumuzda. Bir daha təbrik edirəm, öpürəm, o gözəl ürəyim var olsun, mən də dəvətinə görə eşq olsun. Sağ olun. Daha təşəkkür edirəm. Allah sağ olun. Sağ olun.